Salam əziz valideynlər, sözüm sizədir. Deməli, əgər bilmək istəyirsinizsə, övladınız narkotik eləyir yoxsa yox, mən bunları sizə sadalayacağam. Əgər uşaq evə gec-gec gəlirsə və yaxud emosional dəyişkənlik baş verirsə, yəni gah yaxşı olub, gah pis olursa, üstündə düzbucaqlı Darinka şokoladlar olur ha, o çəkindən satırlar və yaxud dənəylə alırlar. Bax, onlardan olursa, ya da bu bir ətir qabı ola bilər, uzun qramlıq ətir qabları olur. Onlardan varsa və ya halal denlikin lamıçqası olursa, əgər cibindən çıxırsa və ya problemləri ola bilər, dostlarına, tanışlarına, mağazalarına, nə bilim, tez-tez gəlib sizdən pul istəmələri ola bilər ki, mən ora 50 manat borcum var, bura 50 manat borcum var. Artıq çox yatırsa, ya da həddindən artıq az yatırsa, bu dəyişir də, çox aqressiv davranır evdəkilərindən, yaxınlarından. Bəzən də daha çox şirin danışır, günlərlə evdə olur, ya da ki, günlərlə gedir, gəlmir, belə hadisələr ola bilər. Şəxsi əşyaları və ya evin digər əşyalarını aparıb satırsa və yaxud telefonunu yoxa çıxırsa, evə telefonsuz gəlirsə, ya deyir dostum ki, qalmışsa, nə bilim, itirdimsə, deyirsə, ola bilər ki, həmin şəxs telefonunu aparıb lombarda qoysun. Belə hallar baş verirsə, yaxşı əlamət deyil, istifadənin əlamətləridir. Hər hal bizimlə əlaqə saxlayın, biz sizə dəstək olaq. Təşəkkürlər.